Değerli izleyiciler, yine mən Eşkinos olarak hal-hazırda Binə Savxoz arasında dostlar, Ülvi Şadlıq Sarayı deyilən ərazidə, Məxməri çayının yaxınlığında suyumuz, qazımız, işığımız daimi olan bir ərazidəyik, paket kupçalı. Bu evin çəkilişindəyik hal-hazırda, həyətinə rahat 2 maşın yerləşib, qoşadaşdan ibarətdir. Evin içi çox idealdır. Həqiqətən də vaxt bitirmədən evimizin iç səsini inşallah sizi tanış edək. İlk öncə belə bir koridor bizi qarşılayır. Həqiqətən çox möhtəşəm bir evdir. Bu hissədə yerləşir geniş bir zalımız, çox möhtəşəm yerdir. Həqiqətən də çerçöv çox idealdır və bu hissədə yerləşir. Sentr qoşaq hissəsi bütün aksanlar biz tərəfdən qoyulur. Tərkib veriləcək inşallah. Belə bir geniş yataq otağı mövcuddur. Üstünə qədər asılır. Belə bir geniş ikinci bir yataq otağı mövcuddur. Abonları zövqlə vurulur. Həqiqətən də sonunda isə belə bir geniş mətbəx hissəmiz mövcuddur. Dostlar, həqiqətən də çox möhtəşəm evdir. Panorama pəncərədən ibarətdir, qoşadaşdan ibarətdir. Sənəti paket qurcadır. İstəyən olsa, elə 20 min ödəsin, yerdə qalan aylığa bölməkdən paket qurca dediyimizi yaddan çıxartmayın. Alana da, satanda xeyir olsun.